Bir də Ramil Şeydayev gündəm yaradıb. Yenə o qədər də belə pozitiv notda olan gündəm deyil. Yenidən klubunu dəyişə bilər, zirəyə gedə bilər. Nə düşünürsən? Qurtardı da. Ramil Şeydayev qurtardı qardaş. Qurtardı da. Yəni. Bitirə bilərik də yəni. Artıq yəni Ramil Şeydayev adlı futbolçu sağ olsun, var olsun. Allah ayaqlarına güc-qüvvət versin. Azərbaycan futbolu üçün, xüsusən milli komandamız üçün göstərdiyi xidmətlərinə görə, amma artıq yəni Ramil Şeydayevdən bundan sonra Zirəyə mi gedəcək, Neftçiyə mi gedəcək, Şamaxıya, Torontoza hara gedəcəksə də yəni artıq bundan sonra nəsə gözləməyə dəyməz. Qurban Qurbanovun da toxunuşu bir yerə qədərdir də yəni. Bəli, yəni Ramil Şeydayev nə var idisə Xanoğlan, nə yığmışdısa futbolçu olaraq, imici olaraq, nə bilim belə deyək, təcrübə olaraq onu 2023-cü ilin yayında Buriram United'a getməyi ilə qoydu ortalığa. Yəni həmin o belə deyim də, o image deyirəm, o üzündə, bədənində, canında, adı ətrafında nə var idisə, özü özəli ilə çıxartdı, qoydu ortaya, sağollaşdı, dedi mən getdim pul qazanmağa. Getdi ora, oradan Kocaelispora, Neftçiyə, sağlığına qismət olsun. Elə əvvəlkiləri demirəm, 3 klubunda yığdıqları bundan sonra nəticələrinə kimi bəsdir. Bundan sonra adam onun yerinə olsaydım, valla heç futbol oynamazdım. Zirəyə də getməzdim. Vallahi deyirəm oynamazdım. Artıq yəni get biznesin var, biznesinlə məşğul ol. Yəni ortalıqda belə o boyda yığdığın adı, çəkini niyə nüfuzdan salırsan ki, öz işidir, özü bilər təbii ki, mən öz jurnalist yanaşmamı deyirəm və həmin o izləyicimizə cavab vermək istəyirəm ki, yəni bundan sonra Ramil Şeydayevin harasa getməsi nəyisə dəyişməyəcək.